Akşamınız xeyir değerli dostlar. Bu günləri UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və UEFA Konferans Liqasının püşatmalarından sonra biz yeniden bərabərik. Yeni oyundan əvvəlin növbəti bir bölüm üçün hazırlıq. Görək bu günləri nələr olacaq. Biz hal-hazırda Ukrayna Liqası davam edir. Mən Dinamo Kiyevin oyununa baxmaq istəyirdim. Ukrayna Premier Liqa. Görək nələr oldu. İlk turda Shakhtar 5-1 Kudrovanı məğlub etmişdi. Və yeri gəlmişkən Polisiya klubu 2-1 qələbə qazanıb. Kharkiv 1-0. Gəlin baxaq. İlk turda sadəcə olaraq Dinamo Kiyev Bərəh oynamayıblar. O da böyük ehtimalla elə Dinamo Kiyev Bərəh görüşü məhz təxirə salınmaq üçün oynamayıblar. Deməli, gələcək həftə ayın 8-dən etibarən Ukrayna Liqasına baxaq. Zornomorets Koles görüşü var. Koles bu oyun alır. Lvivki Bərəh Kudryivki alır. Polisiya Kharkiv Polisiya alır. Karpati Çerkasi alır. Bukovina Obolun alır. Zroy Kivas bərabərə. Epicentr Shakhtar alır. Və rəsmi Rivne Dinamo Kiyev alır. Evet, ikinci həftənin oyunlarına səs verdik. İlk həftə burada Dinamo Kiyevin oyunu Qarabağ. Evet. Avropa Ligasında onu Kulej kesmiştir 4-2 ve Pauka her iki oyunda da süper. İşte yaxalan sözündə Radomyaka 2-4 olub. Neyse. Ümidləyəm ki, bax, burada o gələcək. Qırmızı işarət. Evet, maç Sportda hakim Danimarkalı hakimmiş. Maç Polşada, bəli, Polşada. Rusiya-Ukrayna müharibəsine görə oyun başqa da olacaq. Bir də Rumıniya Liqası var. Süper Liga. Süper Lig. Evet. Gələk bir dənə mən səs verim. Davam eləyək. 3 tur artıq tamamlanıb. Rapid 7 xal var. Məncə bugün Facebook qələbə qazanarsa Cefra Kulejə baxıyor qardaş. 11-ci yer nədir la? Union Cluj. Facebook məncə bugün qələbə qazanarsa 9 xal olacaq. İlk yeri tamamlaya. Ola bilər. Bütün liqalara yavaş-yavaş göstərəcəm dostlar. Bugün liqalarla barəsində danışacağıq çünki artıq gələcək həftədən etibarən liqalarla başlayır. Bir də bir məsələ var. Futbolçu transferləri məsələsində Ramil Şeydayev Rusiyanın Soki klubuna gəlib. 27-ci ayına qədər müqavilə imzalanıb. Bir illik kadroya baxalım hücumda. Orta sahaya atıblar Ramil Şeydayev burada. Şeydayev. Evet. Soçi klubu Arsenal'ın neymiş? Estağfurullah. Rusiyanın 2-ci liqasıdır. Əsas liqası deyil. Fərqahid Əmirquliyev futbola yenidən geri qayıtdı. Baş məşqçidir bildiyimiz kimi, amma futbola qayıtdı. Səbaildə oynayacaq artıq. Bir dənə Malişevanın oyunlarına mən görə atım. Malişeva artıq Evet, Malişeva artıq konferans liqasına əlvidə elədi. Təəssüflər olsun. Onların rəqibi ilk turda Ostri olacaq. Puan durumunda böyle Trita.
Qara qara gözlü yar, şirin telli sözün yar. Nolanda var mı ya? Nolanda yok. Brighton 21. Bu arada Turan Tovuzla Fenerbahçe oynayacaq. Mən onu deyim sizə indi. Nə vaxt oynayacaqlar? Milli arada. Milli arada. Bugün yapılan şörüşlər var görəsən. Gaziantep kimidir bu? Sağ olsan Gaziantep. Hansı ölkə ki? Potters var. Ali Hilal'le Kerim Benzema. Ne oluyor? Benzema, Benzema, Benzema. Benzema kulüp görüşlerinde 2 tane golü varmış. Gelir zaman. Evet, futbol transfer meselelerine gelek. Bu neydi? Ha, kış mapış, elmen yapış, Ceylanım. Kariyeraya bu arada Mahir Emreli üçün gəlir. Bir gol bu həftəlik. Qalanı heç kimdə yoxdur. Mən bir köhnə dərvişəm. Bu arada sabahda Azərbaycanlı futbolçular var. Sabah Benzema 2 gol yazılacaq bu sabah. Aynen arada sabahda kırmızı golları kim oldu? Tamam. Olmadı. Evet, ben kimi demiştim? Benzema. Aslında Benzema. Allah. Vay. Messi yazar şöyle sıkıldım. Ne oldu? Messi. Sen uzun. Messi yazar. Yine Deniz, tanış Deniz. Evet. 27 yıl. Benzema. 27 golü. 27 yıldan bakacaq. 8 yıl ödə gəlmişəm. 27 yıl bakacaq. 27 yıl. Suarez. Evet. Bir golü daha var Suarez'in. Kış mapış. Səsə mahnılar çıxartmayın uşaqlar. Evet. Ne yaptık burada? Avgust yaz Avgust. 3. Yalnız Avgust. Lewandowski de varmış. Lewandowski. Vay. İki tane gol var Lewandowski'nin. Lewandowski. 152. Bravo. 27 yıldan bana Messi'nin golü var ama. Messi 27 yıldan bana məndə gol atmaz diye düşünürəm. 6 gün, 3 gün. Məndə də Messi'nin gol yoxdur 27 yıldan bura. Var ki. Hadi 3 gün sonra Mahmut 30'da. Hamısına Mahmut 30'a versin. Yekə adamsız ola, kişiliğiniz olsun. Ronaldo'ya şahit edəcəm, siz de baxasınız. 41 yaşı var ya yaşayır elə. Nə deyib yaşayır bilinmir.
Sən də bildi oynayasın yetim. Yetim dur ki Qarabağa sən zandı. İki partiya mahnı. Əl Nəsir. Əl Nəsir. Bu da zarafat. Ürəyim istədi. Elədim. Deməli. Keyinlə qarıb qaqa. Halland var, Keyin var. Qeyd elindən ha. Hamısından danışırıq. Ətraflı deyəcəkdim, amma ətraflı olmalıydı normalde. Ətraflı danışırıq hamısıyla. Oy, donu qarab ala bu. Şeyinə bir dənə quş. Bir dənə Mbappe. Mbappe de o. Mbappe. Ben niye Mbappe yazmışım? Mbappe. Evet. Mbappe. Bir kuş. Şeyina ikinci kuş. Ama Neymar diyor ki kardeş ben varım ola kime diyorlar. Həmin adamı sındıraram. Dünya kupasından sonra yetmədi 2 dənə qol attı. Ayın 5. 4.30. Ayın 5-ci günü. Evet, 3-cü gün. 13-cü gün biz çəkilişdə olacaq. Bax 4.30-a qədər mən söz verə bilmirəm. 30'da oturup o oyunu izleyeceğim. Çünkü ben yatmalıyım, ben yetim. Hadi o. Dönüş tarihi 10 Ağustos. Sofaskorun başı gelir. Teşekkürler. Hulk'tan məncə gol yoxdur ki. Mən elə düşünürəm. Hulk'un golu var, məncə Hulk'da gol yoxdur ki. Fluminense. Bey. 1-2. 60 sanata dönəndin ha? Niyə xəbər eləməmsən? Hulk'la Neymanı yarışırım ama. Aubameyang. Salahın golu yoxdur dostlar. Aubameyang. Mən hala keçsə, valla devur topu iti bu. Bir şey anlamadım. Burada bir dənə golu var. Təbrik edik 410-cu münasibətlə. Salahın 10 gol yüksəksən. Nə şişmisən o? Haaland'ın golu varmış. Haaland'ın golu məncə yoxdur uşaqlar. Salahın necə gol çıxmayacaq? Misir millisimdən öpdü. Deyirəm də, Haaland'a baxaq, Haaland. Haaland. Deyirəm, onun da gol yoxdur maalesef. Təəssüflər olsun ki. Haaland'ın golu var. Haaland'ın golu var bu arada. 2 tane. Ben qeyd eləməmişdim. Mən bilmişmişim. Dzeko 4.61. Bu uşaqlar Dzeko ilə birlik müqavilə imzalandı. Schalke'nin oyunlarını Allah'ın köməklə biz də baxarıq. Evet, 27'nin 6 sazına kadar bizden Dzeko. 40 yaşında efsane. Fabio Dzeko. Olsa. Kaç yaş mı? Horvatya olsun. Dış. Sonra kim kaldı? Cavani 4.63 gol. Bence Cavani'nin golü yoktu. Cavani artık oynamır şu olur diyesen. Kariyerisine son verebilir mi? Cavani. Cavani serbest oyuncusuymuş. Son Cavani. PSG'nin bir vaxtlar ulduzuydu ya bu. Səbirlə gətirsəm Qarabağa bir sezon alırsam. Helelioza. Messi. Ronaldo. Özünü sen
Dedim ki, yaxşı baxın, azılar. Deyirəm, sağollaşmadım mən. Sən başımı tutacaq. Aha! Aha! Amma bunu qeyd eləmədim. Bir şey qeyd eləməmişəm. Niyə halıma gəldi? Qarabağın karyerasını qeyd eləməmişik. Qarabağ karyerasında. Bir dəqiqə. Səhvlik olmasın deyim. Yankovic başlayırıq. Yankovic 38 gol. Montiel 32. Şani Muad'Dib. Ronaldo 40. Həzm rəqəmişəm uşaqlar. Getdik. Kokaski 36 oyun. Elvin 229'u. Silva 134. Abbas oynamadı. Bedavi 404. Kadi 134. Subir 365. Yankovic 169 oyunda 15. golunu vurub. Kaşuk 76. Musa 136. Pedro 53 oyunda. Bolt oynamadı. Johnny Montiel 28 oyunda 7 gol. Jali Muad'Dib 6 oyunda 3 gol. Yoxlama görüşləri daxil 6 oyun. Samuel Lobato oynamadı. Ronaldo Capas 4 oyuna 2 gol. Bruno Langa oynadı. Cebrail və Makritskis oynamadı, səhv eləmirəmsə. Şmapş. Cebrail Makritskis oyuna gəldi ki, fikirləşdim. Üç oyunun 0 gol. Şalım yerime. Valla 18 iyul nədir? Wilhelmino 18 iyul nədir yeti? 18 iyul. Asistlər qeyd alınmadı. Ronaldo 2 gol. Muad'Dib 3. Yəni görə yala Yankodur. Yankovic 1 gol. 1 kim atmışdı? Yankovic, Ronaldo, Muad'Dib. Ya bir dənə gol yenə yaddan çıxdı. Montiel. Hələ sonra sürpriz sezonçu kim olacaq biləmə, yazın onu həqiqətən. Evet, futbol xəbərləri var. Media yayılan xəbərlərə görə Nəriman Axundzadə Columbus Crew'da aldığı oyun müddətindən narazıdır və bu səbəbdən klubdan ayrılmaq niyyətindədir. Eyni zamanda Türkiyə mətbuatında onun Erzurumsporla razılığa gəldiyi iddia olunur. Bununla yanaşı futbolçunun Qarabağa mümkün qayıdışı da son günlərdə müzakirəyə mövzusuna səbəb olub. Erzurum getsə daha yaxşı olar, təcrübə qazanır. Evet, ilgilenmiyor. Mauro Icardi. Gəyetim bir Qarabağa. Kimi tapıram hamını göndərəm Qarabağa məndə. Antonio Musa. Eren dərdi yox. Deyəcəyəm, 38 yaş olsun, oynadı ki. Başım yandı. Başım benim. Ignatiy Kupsun qalibi. Yox. Nəsə belə oynayır. Yox. Ignatiy Şəmikrosun qalibi. Kups Krayoval oynayacaq. Ignatiy Şəmikrosun qalibi Lise Durumla oynayacaqlar. Evet. Belə işlər. Bəzi Qarabağda çətinlik var ya. Siz danışırsınız, valla belə həqiqətən çətinlik oldu. Evet. İnşallah ki playoff'da olarıq. Allah'ın köməyi ilə həqiqətən. Playoff'u çox getmək istəyirəm. Bu videoya baxmayacaq. Video inşallah 00:40'da. Bu video 00:40'dan
Hələlik 1-ə qədərdir. Çünki 20 dəqiqə təşkilləmiş. Evet, bu videonu bitirək. Bir də video çəkək. Bugünkü oyunlar barəsində danışaq. Sabahçı da oyunlar barəsində danışaq.